Davam edirik 17-ci sualdan. Aşağıdakılardan hansı informasiyanın verilmə üsulu deyil? Burada cavabımız video olacaq, Y variantı. İnformasiyanın verilmə üsullarına mətndir, ədədidir, qrafikidir, səsdir, kombinasiyalı. Bunlar daxil edir. Video informasiyanın verilmə üsulu deyil, informasiyanın növüdür. Ona görə də burada verilmə üsullarına aid olmayan cavabımız Y variantı olacaq. Doğru cavabımız E variantıdır. 18-ci sualda informasiyanın işin real obyektiv vəziyyətinə uyğun olması onun hansı xassəsidir? Deməli, işin real obyektiv vəziyyətə uyğun olması. Burada artıq uyğunluqdan bəhs edilirsə, demək ki, burada adekvatlıqdan xassəsinə aid olacaq. Doğru cavabımız burada olur D variantı. 19-a hansı sıra informasiyanın növlərini tam əks etdirir? İnformasiyanın növləri. İnformasiyanın növləri məntiqi, ədədi, mətn, audio, qrafiki, video və multimediadır. Burada baxıram diskret verilib A variantında. Diskret informasiyanın növü deyil, informasiyanın formasıdır. Deməli, A variantında buna görə yanlışdır. B variantında analog burada var. Analog da eyni zamanda informasiyanın formasıdır. C variantında məntiqi, mətn, audio və video verilib. Bunlar hər biri uyğun gəlir. Məntiqi, mətn, audio və video. Yəni doğru cavabımız burada C variantı olur. Yenə digər variantlara baxaq. D variantında tam verilib, tam informasiyanın xassəsinə aiddir. Ona görə D variantı yanlışdır. Y variantında da dəqiqlik, bu da informasiyanın xassəsinə aiddir. Ona görə də Y variantı yanlışdır. Davam edirik 20-ci sualda. Burada artıq bir hesabdır. Mən sualı köçürtməyəcəm. Birbaşa lövhədə həllini yazacağım. Deməli, burada baxıram, mənə nəticəni kilobaytla istəyir. Və demək ki, burada mənə verilən hər bir ölçü vahidini maksimum dərəcə kilobayta gətirməliyik. Deməli, burada 2 kilobayt, 52 bayt. Burada deməli, 52 bayt. Baytdan mən kilobayta gəlməliyəm. Kilobayta. Baytdan kilobayta gələrkən kiçikdən böyüyə doğru gəlirik. Kiçikdən böyüyə doğru gələndə də biz demişdik ki, kiçikdən böyüyə doğru keçəndə demə burada kiçik böyüyü bölür. Yəni mən burada baytla da kilobaytın arasındakı addım bir addımdır, 2 üstü 10-a bərabərdir. 2 üstü 10-a bölməliyəm. Burada mən 2 üstü 10-a böldükdə, yəni məxrəcimdə kəsirlər alınanda riyazi hesabı zəif olanlar üçün bu biraz qarışıqlıq olacaq. Ona görə də burada mən hər birini bayta və ya bitə gətirməyə çalışacağım ki, burada məxrəcdə kəsir alınmasın. Deməli, burada baxıram 2 kilobaytı bayta keçiləndə böyüdən kiçiyə doğru gəlir. Böyüdən kiçiyə doğru gəldikdə də böyük kiçiyi həmişə vurur. Deməli, burada olacaq 2048. 2-ni 24-ə vuranda 2048 alıram. 2048 bayt. Üstə gəlinsin 52 bayt. Çıxılsın burada 1100 bayt. 1100 bayt. Üstə gəlinsin 192 bitdir. 192 biti də bayta çevirəndə burada kiçikdən böyüyə doğru gəlirik. Kiçikdən böyüyə doğru gələndə də üzr istəyirəm, bölünür və bitlə də baytın arasındakı məsafə 1 addımdır, yəni 2 üstü 3-ə bərabərdir. Demək ki, mən 192 biti 8-ə bölməliyəm. Bunu da 8-ə böləndə burada nəticə 24 alınacaq və burada üstə gəlirsə mən 24 bayt yazıram. Bərabərdir. İndi baxırıq ki, hər biri eyni ölçü vahidləri. Demək ki, mən bunları rahat şəkildə toplayıb çıxa bilərəm. Deməli, 2048-in üzərinə
2048-in üzərinə 52-ni gəldirəm, edir 2100. 2100-dən də çıxıram 1100-ü. Bu da eləyəcək 1000 və üzərinə 24 gəldirəm, alıram 1024. 1024 bayt. İndi nəticəni məndən kilobaytla istədiyinə görə mən baytdan keçməliyəm kilobayta. Baytdan da kilobayta gələrkən kiçikdən böyüyə doğru gəlirəm və kiçikdən böyüyə doğru gələndə də kiçik böyüyü bölürdü qaydasına görə 1024-ü mən 1024-ə, yəni 210-a bölürəm və buradan alıram ki 1 kilobayta bərabərdir. Cavabımız olur burada A variantı. 21-ci sualda yenə burada hesabla bağlıdır. Deməli, yenə sualın özünü köçürtmürəm birbaşa. Sağ tərəfdə həllini yazacağam. Burada nəticəni məndən baytla istəyir. Ona görə də hər birini bayta çevirəcəm. Deməli, 3 kilobayt 28 bayt. 3-ü 210-a vuranda bu eləcək 3072. 3072 üstə gəlinsin 28 bayt. 3072 bayt üstə gəlinsin 28 bayt. Üstə gəlinsin 133 bayt. Üstə gəlinsin 800 bitdən bayta gəldirəm. Bitdən də bayta gələrkən kiçik böyüyü bölür. Kiçik böyüyü böldüyün qaydasına görə mən 800-ü 8-ə bölməliyəm və alıram buradan 100 bayta. Deməli, üstə gəlinsin 100 bayt. Bu da bərabərdir. Deməli, indi hər biri eyni ölçü aidindədir və biz bunları artıq toplaya bilərik. Deməli, 3072-nin üzərinə gəlirəm 28. Bu eləyəcək mənə 3100. 3100-ün üzərinə 133 gələndə 3233, üzərinə 100 gələndə 3333 bayt alırıq. Və bu da bizə C variantını vermiş oluruq. Almış oluruq. Baxırıq 22-ci suala. 22-ci sualda yenə hesabdır. Bərabərdir. 5 kilobayt 80 bayt üstə gəlsin 1144 bayt çıxılsın 1600 bit. Nəticəni bizdən kilobaytla istəyir. Burada mən kilobayta gələndə yenə burada kəsrlə alınacaq. Yenə burada riyaziyyatı zəif olanlar üçün burada qarışıqlıq olacaq. Ona görə də mən burada olan ölçü vahidlərin hər birinin bayta çevirəcəm ki, mən burada toplayıb çıxa biləm. Çünki biz belə müxtəlif ölçü vahidi olanda biz heç vaxt burada toplayıb çıxa bilmərik. Ona görə də hər birini eyni ölçü vahidinə gətirməliyik. Deməli, kilobaytı və biti bayta çevirirəm. Deməli, 5 kilobaytı bayta çevirəndə bu edəcək, deməli, 5-i 1024-ə vuranda 5120 eləyəcək. 5120 bayt. Üstə gəlinsin 80 bayt. Üstə gəlinsin 1144 bayt. Çıxılsın 1600 biti də deməli bayta çevirərkən 8-ə böləcək. 1600 də 8-ə böləndə burada 200 alacaq. Üstə çıxılsın 200 bayt. 200 bayt bərabərdir. İndi burada hər biri eyni ölçü vahidindədir. Ona görə biz bunları toplayıb çıxa bilərik. 5120 üzərinə gəlinsin 80. Buradan alırıq 5200. Üzərinə gəlsin 1144. 6344 və 6344-dən də 200 çıxanda 6144 bayt alırıq. 6144 bayt. Və artıq burada baytdan mən kilobayta rahatlıqla gələ bilərəm. Baytdan da kilobayta gələrkən 200-ü 10-a bölürük. Bu da eləyəcək bizdə 6 kilobayt. Deməli, burada cavabımız olur E variantı. Davam edirik növbəti 23-cü sualda. 10 kilobayt çıxılsın 320 bayt. Deməli, nəticəni bizdən baytla istəyir. Hər birini bayta çevirirəm. Yəni 10 kilobaytı bayta çevirəndə demək alırıq buradan 1240. 10240. Çıxılsın 320. Burada da çıxanda alırıq deməli 9920 bayt.
9920 bayt. Bu da bizdə olacaq D variantı. Baxırıq 24-cü sualda. Deməli 5 kilobayt 80 baytdır. Nəticənin baytlarını istəyir. Ona görə hər birini bayta çevirək. 5 kilobaytı bayta çevirərkən alırıq burada 5120. 5120 bayt üstə gəlinsin 80 bayt. Üzərinə gəlsin 300 bayt. Bərabərdir. 5120-nin üzərinə gəlirik 80-i. Buradan alırıq. 5200. 5200 üzərinə gəlinsin 300, 5500 alırıq. Bərabərdir 5500 bayt. Burada doğru cavabımız E variantı alırıq. Davam edirik 25-ci sualda. 3 kilobayt 772 bayt, 2 kilobayt 252 bayt nəticəsi neçə baytdır? Neçə baytdır? Baytla istəyir. Kilobaytları bayta çevirəcəm. Deməli 3 kilobaytımız 3072-dir. 3072 bayt. Üzərinə gəlinsin 772 bayt. Üzərinə gəlinsin 2 kilobaytı bayta çevirəndə 2048 edəcək. Üzərinə gəlinsin 252 bayt. Bərabərdir. 3072 üstə gəlinsin 772. Buradan alırıq 3844. 3844. Üzərinə də 2048 gələndə 5892 alacaq. 5892 və üzərinə gəlinsin 252. 6144. 6144 bayt alırıq. Bu da bizdə doğru cavabımız B variantı olur. 26-cı sualda davam edirik. Bərabərdir. 5 kilobayt çıxılsın 1 kilobayt 136 bayt. Nəticəni baytla istəyir. 5 kilobaytı bayta çevirəndə 5120 bayt edir. Çıxılsın 1 kilobaytı bayta çevirəndə buradan alırıq 1024 bayt. Burada üzərinə gəlirsin 136 bayt. Bərabərdir. 5120 bayt olduğu kimi saxlayıram. Çıxılsın. 1024-ün üzərinə 136-nı gəlirəm. 1024 baytın üzərinə 136 gələndə burada 1160 alırıq. Bərabərdir. 5120-dən də çıxanda deməli çıxılsın 5120 3960. 3960 bayt alırıq. Burada da cavabımız olur A variantı. Davam edirik. Növbəti 27-ci sualla. 5 kilobayt 120 baytın nəticəsini bizdən baytla istəyir. Deməli, nəticəni baytla 5 kilobaytı bayta çevirəndə 5100 edir, 120 bayt. Çıxılsın 120. Bərabərdir. Nəticəmiz dedik burada 5000. 5000 bayt. Cavabımız burada D variantı doğru cavab olur. 28-ci sualda kilobaytın 1/4 hissəsindən ibarət, kilobaytın 1/4 hissəsindən ibarət məlumatda neçə bit informasiya vardır? Kilobaytın 1/4 hissəsindən. Kilobaytımızın bit informasiya vardır. Nəticəni bizdən bitlə istəyir. Deməli, kilobaytı bitə gətirəndə burada 2 üstü 13 edir, düzdürmü? Və bunun 1/4 hissəsini deyir. Görürsünüz, burada 1/4 hissəsi yazılır. Deməli, mən bunu 1/4-ə vurmalıyam. 4 də 2 üstü 2 deməkdir. Deməli, burada natural üstü qüvvət riyaziyyatda, natural üstü qüvvət üstünə əsasən qüvvətləri çıxırıq, alırıq burada 2 üstündə 11. Bu da bizə 2048 nəticəsini verir. Bit.
Y variantı doğru cavabımız olur. 29-cu sualda 1 megabaytın içdə bir hissəsindən ibarət məlumatda neçə bayt informasiya vardır? Deməli, baytdir. Demək ki, megabaytı bayta gələrkən biz nə edirik? 2 üstü 20 götürürük. Deməli, 2 üstündə 20 vurulsun 2-də 1 hissəsi deyil. Demək ki, mən burada 2-də 1-ə vuracam və alıram burada 2 üstü 19. Burada da Y variantı doğru cavabımız olur. Gigabaytın 64'te bir hissəsi deyil. Neçə megabaytdır? Gigabaytdan megabayt arasında bizdə 2 üstü 10 qədər fərq var. Deməli, 2 üstü 10 vurulsun 64'te 1. 64'te 1 də bu bizə deməli 2 üstündə neçə eləyir? 6 eləyir. Bərabərdir. 10 6 ondan 6 çıxanda buradan alırıq 2 üstündə 4. Deməli bu derəcə bizə 16. Cavabımız olur C variantı. 31-ci sualda terabaytın 128'də bir hissəsi gigabaytdır. İnformasiyanın neçə gigabayt informasiyası vardır? Yenə gigabaytla terabayt arasında bir addım məsafə var. Yəni 2 üstü 10 vurulsun 128'də 1 bərabərdir. 2 üstü 10 vurulsun 128'i yazıram 2 üstü 7 şəklində və sürətdə 1. Ondan da 7 çıxıram. Yəni natural qüvvət düsturuna görə qüvvətlər çıxılır. Və alıram buradan 2 üstü 3. Bu da edir 8. B variantı 31'də doğru cavabımız olur. 32-ci sualdan davam edirik. 2 megabayt 952 kilobayt üstə gəlsin 2048 bayt. Cəmi neçə kilobaytdır? 2 megabayt 952 kilobayt. Deməli. Bizdən neçən kilobaytla istəyir, ona görə də megadan kiloya gələcəm. Megabaytdan kiloya gəlmək üçün, kilobayta gəlmək üçün mən 2 üstü 10-a vurmalıyam. Bu deyəcək 2048. 2048 kilobayt. Üzərinə gəlinsin 952 kilobayt. Üzərinə gəlinsin. 2048 baytdan kilobayta gəlmək üçün baytdan kiçiyə gələrkən kiçikdən böyüyə doğru gəlinmə keçiddir. Və kiçikdən böyüyə doğru gələndə biz burada bölürük. Deməli, 2048-də 210-a böləndə burada 2 kilobayt alırıq. Bərabərdir. İndi bunların hər birini toplayıb çıxsaq, deməli, 2048, 10 da üzərinə 2 gələndə deməli, alırıq buradan 2050. 2050-nin də üzərinə 952-ni gələndə alacaq buradan 3002 kilobayt. Bu da bizdə E variantı edir. 33'də 64 terabayt neçə kilobaytdır? 64 terabayt. Terabaytdan kilobayta gəlirik. Böyüdən kiçiyə doğru gəlirik. Böyüdən kiçiyə doğru gələndə də vururuq və terabaytla da kilobaytın arasında bizdə 230 qədər məsafə var. Yəni kilobayt, megabayt, gigabayt, gigabayt və terabayt. Deməli 2 üstü 4. 1, 2, 1, 2, 3. Deməli olur burada 2 üstü 30. 2 üstü 30 kilobayt. Deməli 64'ü yazıram 2 üstü 6 şəklində. 2 üstü 6 şəklində vurulsun 2 üstü 30'a. Bu da edir 2 üstü 36. 36. Burada doğru cavabımız E variantı olar. 34-cü suala baxırıq. 28 GB neçə bitdir? Gigabaytdan bitə gəlməliyik. Böyüdən kiçiyə doğru gəlirik. 2 üstü deməli 33'ə vuracam. Deməli 20 vurulsun 2 üstündə 33 bərabərdir. 20'ni yazılan 5 vurulsun 2 üstü 2 şəklində vurulsun 2 üstündə 33 və bərabərdir 5 vurulsun 2 üstündə 35.
5 vurulsun 231 B variantı doğru cavabımız olur. 35-ci sualdan davam edək. 25 megabaytlıq faylı 2 gigabayt həcmli flash karta neçə dəfə yazmaq olar? 25 megabaytlıq fayl. 25 megabayt fayl, 2 gigabayt həcmli flash kartı neçə dəfə yazmaq olar? Burada hər birini eyni bir ölçü vahidinə gətirməliyəm. Deməli, megabaytdan gigabayta gələndə burada kəsrlə olan bir ədəd alınacaq. Ona görə gigabaytdan megabayta çevirirəm. Deməli, 25 megabaytı olduğu kimi saxlayıram. Megabayt. Deməli, gigabaytı çevirirəm megabayta. 2 gigabayt megabayta gəlmək üçün 2 üstü 10 qədər məsafə. Bu derəcə 2 üstü 11. Deməli, 2 üstündə 11 megabayt. Bizdə faylımız 25 megabaytlıqdır. Flash kartımızın da yaddaşı 2 üstü 11 megabaytdır. Deməli, mən 2 üstü 11-i böləcəm 25-ə. Yəni 2048 bölünsün 25-i. 2048-i 25-ə böləndə burada 81 tam olacaq. 81 tam olacaq. Burada da deməli 2025 burada olacaq 81 tam 25-də 25-də 23. 25-də 23. Belə bir bəxtdə bu olacaq 81 tam 92. Deməli 81 tam 92. 81 tam %92. Deməli burada baxın indi. Burada biz tam hissəni götürəcəm. Çünki mənə baxın burada faylların deyir. Neçə dənə 25 fayl 20 deməli müəyyən həcmdə olan faylda neçə dəfə yazmalıyam. Yəni faylların məndə sayını soruşur. Ona görə də mən burada həmin yəni flash karta 81 dənə fayl yerləşdirə bilərəm. Yəni burada biz 80-ci götürə bilmərik. Çünki 82-ci faylımızın müəyyən bir hissəsi bizim burada flash kartımıza yazılacaq. Amma müəyyən qədərindən sonra artıq bizə yaddaşın dolmasına bağlı bir pəncərə gələcək ekrana, sorğu gələcək və bu fayllar yüklənə bilməyəcək 82-ci fayl. Ona görə də deyirik ki, bu flash karta 81 fayl yerləşdirmək olar. Deməli, burada da olur doğru cavabımız B variantı. 36-cı sualda informasiya tutumu 4096 bayt olan məlumat, informasiya tutumu 4096 bayt olan məlumat yaddaşda neçə kilobayt yer tutar? Baytla verilir bizə informasiyamızı. Yaddaşda neçə kilobayt yer tutar? Deməli, 4096 baytı, 4096 bayt. Bu edəcək 4 vurulsun 1024, 2 üstündə 12 eləyəcək. Deməli, 2 üstü 12. 4096 baytdan kilobayta gələrkən burada bölürük, 1024-ə bölürük və buradan alırıq ki, 4 kilobayt. 4 kilobayt yer tutacaq. Cavabımız olur E variantı. 37-ci sualdan baxırıq. 2 üstü 17 megabit neçə kilobitə bərabərdir? 2 üstü 17 megabit. Megabit. Kilobit. Baxın, burada bitlər eynidir. Ona görə də mən bu bitlərdə dəymirəm. Amma baxıram ki, burada biri meqadır, biri də kilodur. Meqadan kiloya gəlmək üçün meqanın kilonun arasında bir addım məsafə və 2 üstü 10 qədərdir. Deməli, böyüdən kiçiyə doğru gəldiyimizə görə
Deməli, burada mən 2 üstü 10-a vurmalıyam. Böyükdən kiçiyə keçid, böyük kiçiyi həmişə vurur. Bu qaydanı yadda saxlaya bilərsiniz. Deməli, olacaq 2 üstü 17 vurulsun 2 üstü 10. Bu da edəcək. Notasiya qüvvət düsturuna əsasən əsaslar eynisə qüvvətlər toplanır. Olur deməli 27. Cavabımız olur bu da C variantı.